Salam, hörmətli müəllimlər. Bu gün sizlərə 20 iyun sertifikasiya imtahanında düşən kurikulum sualları və onların düzgün cavablarını verəcəyəm. Qeyd edim ki, bu suallar hansı ki imtahanda iştirak etmiş müəllimlərin dediklərinə əsasən formalaşmışdır. Hər zaman vurğuladığım kimi qeyd edeyim ki, kimlərsə bu sualları əldə etmək istəyir, qeyd etdiyim nömrənin WhatsApp ünvanı ilə əlaqə saxlaya bilər ki, mən bunu atım. Yəni narahat olmayın, fikirləşməyin ki, mən başqa müəllimlə hazırlaşmışam, ay nə bilim, bəlkə pul istəyər, tam təmənnasız rahat şəkildə sizi təmin edəcəm. Çünki qarşıda hələ 2 gün imtahan var, plus miksilərin də imtahanı var. Bəzən müəllimlər istəyirlər bu sualları əldə eləsinlər, məsələn, analiz eləsinlər, özləri işləsinlər, dəyərləndirsinlər. Ona görə rahat şəkildə yaza bilərsiniz, heç bir problem yoxdur. İndi isə keçək sualımıza. Birinci sualımızda deyir ki, ilk dərs günü sinifə yeni gələn şagirdi sinif yoldaşları geyiminə görə ələ salırlar. Nəticədə şagird özünü sinifdən təcrid olunmuş hiss edir. Problemi aradan qaldırmaq üçün müəllim nə etməlidir? Və bu fikri bullyingin hansı növünə aiddir? Baxın yoldaşlar, burada geyiminə görə ələ salır. Şagird özünü sinifdən təcrid olunmuş hiss edir. Birincisi biz açıq şəkildə görürük ki, əgər özünü təcrid olunmuş hiss eləyirsə, bu sosial bullyingdir. Çünki sosial bullyingdə biz vurğulayırıq ki, uşaq özünü qrupa aid hiss etmir. Yəni qrupdan təcrid etmək, şahiyə yaymaq, bunlar sosial bullyingə aiddir. Digər variantları isə gələn baxaq. Məsələn, şagirdləri konstruktiv rəylə ruhlandırmaya çalışmaq. Burada şagirdi biz niyə ruhlandıraq? Yəni yaxşı bir şey eləməyib ki, mən ruhlandırım uşağı. 2-də deyir, əməkdaşlıq formalaşdırmaq. Bu bizim düzgün cavabımızdır. 3-də yumşaq bacarıqların inkişafından təcrid etmək. Əksinə, biz yumşaq bacarıqları formalaşdırmalıyıq. Anlaşılmazlıqları müzakirə etmək, bacarığı təkmilləşdirmək, hansı anlaşılmazlıqdan söhbət gedir? Belə bir şey yoxdur axı. 5-də isə konflikt. Burada konflikt baş verməyib ki, yəni hadisəyə düzgün yanaşmaq lazımdır. Bu bir konflikt deyil. Sadəcə biz dərs ilinin əvvəlində əksərən nə etməliyik? Diaqnostik qiymətləndirmə zamanı buzqıran strategiyasından istifadə eləmək lazımdır. Sinifə təzə uşaq gələndə buzqıran strategiyasından istifadə eləmək lazımdır. Niyə? Çünki bilirsiniz necədir? Buzqıran strategiyası müəllimin şagirdləri, eyni zamanda şagirdin müəllimi, şagirdlərin bir-birlərini tanımasını təmin eləyir. Və istər-istəməz orada uşaqlar bir-birlərinin mənfi müsbət cəhətlərini, fərdi keyfiyyətlərini tam şəkildə bildiklərindən bir-birlərinə qarşı belə kobudluqlar etmirlər. Biz zaten bullyingin qarşısının alınması üçün, sinifdə yersiz konfliktlərin olmasının qarşısını almaq üçün mütləq bu üsuldan istifadə edirik. Ona görə də bizim burada düzgün cavabımız nə olacaq? 2 və sosial bullying. Y. İkinci sualımıza baxırıq. Deyir ki, şagird layihə hazırlamalıdır. Fikrinizi elə əsaslandırın ki, qarşı tərəfin layihənin düzgünlüyünə inandıra biləsiniz. Bu fikir idrak taksonomiyasının hansı mərhələsinə və hansı üç üsuluna aiddir? Zaten burada bilinir, elə əsaslandırın ki, inandırmaq. İnandırmaq onsuz da bu natiqlik qabiliyyətidir, inandırmaqdır. Bilirik ki, debatdadır da və həmişə də dəyərləndirmək mərhələsidir. Ona görə cavab olacaq 3. Dəyərləndirmək, debatda B. Cavab olacaq 3B. Davam edirik üçüncü sualdan. Hansı fikirlər, hansıları yanlışdır deyir. Məsələn, eyni metoddan bir sinifdə istifadə olunursa, eyni yaş səviyyəsinə uyğun dəyişilmədən digər siniflərdə də tətbiq olunmalıdır. Çünki şagirdlərin yaş səviyyəsi və idrak fəallığı bir-birinə yaxın olur. Xeyr. Niyə xeyr? Çünki bir sinifdə istifadə elədiyimdə, yaxşı, bəs həmin o sinifdəki uşaqların öyrənmə tərzi, intellekti başqadır. Bu biri uşaqlarınki başqadır. Mən eyni şey bu birisi nə olsun yaş səviyyələri eynidir. Axı bunların öyrənmə tərzi, intellektləri fərqlidir. Olmaz axı belə bir şey. Ona görə bir bizim üçün səhvdir. 2-yə baxırıq. Şagirdlərin öyrənmə tərzinə uyğun müəllim metodika seçməlidir. Bu müəllimin pedaqoji çevikliyi göstərir. Baxın elə birin əksi 2-dir. Burada deyir öyrənmə tərzini nəzərə alma, amma 2-də deyir al. Təbii ki, 2 düzdür. Dərs zamanı metodikanın dəyişməsi şagirdlərin diqqətini yayındırır. Buna görə də sabit struktura sadiq qalınmalıdır. Xeyr. Əksinə, biz təlim nəticəsindən asılı olaraq, qarşıya qoyduğumuz məqsəddən asılı olaraq təbii fərqlilikdən istifadə etməliyik. Baxır nəyi formalaşdırırıq, hansı sinifdə formalaşdırırıq, necə formalaşdırırıq. Ona görə 3 də səhvdir. O cümlədən 4-ə baxırıq. Tədris metodlarının seçimi yalnız təlim nəticələrinə əsaslanmalıdır. Şagirdlərin marağı nəzərə alınmamalıdır. Xeyr. Biz həmişə deyirik ki, ümumiyyətlə bu icmal ki var, gündəlik planlaşdırma, müəllimin yaradıcılıq əsəridir və şablon xarakter daşımamalıdır. Müəllim həqiqətən oturub fikirləşməlidir ki, mən sabah filan təlim nəticəsini
reallaşdıracağam. Sinifimdə filan 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 uşaqlar var. Bunların öyrənmə tərzi budur, intellekti budur, təlim səviyyəsi budur, belə deyim, oxuma sürəti budur, qavrama xüsusiyyəti budur. Mən bunları nəzərə almalıyam. Motivasiyanı necə qurum, öyrənmə fəaliyyətini necə təşkil edeyim? Hamısı burada nəzərə alınmalıdır. Tapşırıqlar uşaqların səviyyəsinə uyğun olmalıdır. Ona görə 4 də səhvdir. Metodik çevriliş müəllimin dəyişkən öyrənmə vəziyyətinə uyğun bacarıqlarını əks etdirməlidir. Təbii düz deyir, mütləq nəzərə almalıdır. Deməli, səhv axtardığımıza görə olacaq 1, 3, 4. Cavablar Y variantı. Davam edirik dördüncü sualla. Şagirdlər ölkəyə gələn turistlər üçün bəlli bir plan hazırlayır. Azərbaycanın müxtəlif bölgələrinin gözləməli, görməli yerlərini, abidələrini araşdırırlar. Daha sonra müasir texnologiyalar virtual şəklini hazırlayırlar, haqqında mətin yerləşdirirlər. Virtual gəzinti xəritəsini isə təqdim edirlər. İnteqrasiyanın növünü seçin. Müəllimlərin çox axtardığı fənüstü inteqrasiya artıq burada olacaq. Çünki konkret şəkildə bunu tətbiq etdilər. Ona görə də cavabımızda fən üstü mütləq şəkildə var. Fənlərarası da gördüyünüz kimi var. Yəni ən azından belə fikirləşək də, texnologiya dərsi var, bölgələr coğrafiya var, tarix var, düzdürmü? Ona görə artıq biz burada fənlərarasını götürəcəyik. Eyni zamanda fənn üstü də var. Çünki həm araşdırırlar, həm plan hazırlayırlar, həm virtual şəklini hazırlayırlar. Bir elə bil ki, məzmun xəttindən digərinə keçirlər. Məzmun xəttləri arası əlaqə, üfüqi inteqrasiya, fənn daxili inteqrasiyadır. Ona görə artıq burada nəhayət ki, fənn üstü inteqrasiyanın və hər üçünün olduğu Y variantı bizim düzgün cavabımız olacaq. Beşinci suala baxırıq, yarımçıq şəkildə verilib gördüyünüz kimi. Müəllim şagirdlərə cütlərlə iş tapşırıb, şagirdlərdən biri digərinin fikrini qəbul etmir və aralarında mübahisə yaranır. Belə bir situasiyada müəllimin hansı addımı doğru olacaqdır? Dərsdən sonra bu şagirdləri saxlamalıdır, onlara bu məsələni başa salmalıdır, anındaca müəllim şagirdlərə düzgün istiqamət verməlidir. Təbii ki, düzgün istiqamətin olması daha məqsədə uyğundur, çünki yəni dərs prosesi gedir və onlar düzgün cavabı tapmasalar, dərsin sonrakı mərhələlərindən danışmağımız mümkünsüzdür. Yəni dərs orada bir növ yarımçıq qalacaq da. Buna görə bizim buna ehtiyacımız yoxdur. Altıncı sualda deyir ki, deməli, müəllim formativ qiymətləndirmə keçir. Şagirdlərdən biri onsuz da əsas summativ qiymətləndirmədir. Formativdə iştirak etməmin heç bir mənası yoxdur. Hər şey summativdən asılıdır. Bu zaman müəllimin atacağı hansı addım doğru olar? Yəni bu gündəlik qiymətin verilməməyi, məsələn üçün də qiymət yazılmırsa, onsuz da mən niyə oxuyum? Belə bir söhbətdir. Burada müəllim nə etməlidir? İndi yadda qalanlara əsasən təbii biz deyirik. Onlarla bu mövzuda söhbət aparmalıdır, vacibliyini vurğulamalıdır. Onları cəzalandırmalıdır, danışıq aparmamalı, məsələni böyütməməlidir. Xeyir lazımdır, danışıq aparmaq lazımdır. Formativ qiymətləndirmə adından da görüldüyü kimi formal qiymətləndirmədir. Yəni summativə gedən yolda biz hansı ki alt standartları formalaşdırırıq, həmin alt standartlardan artıq şagirdlər düzgün nəticə əldə etdilərmi? Mən bu təlim nəticəsini formalaşdıra bildimmi? Nə dərəcədə formalaşdırdım? Biz artıq bunu formativə əsasən bilirik ki, ondan sonra proqramımızı ona uyğunlaşdırırıq və summativə düzgün şəkildə hazırlamış oluruq. Bu baxımdan şagirdi də başa salmaq lazımdır ki, yəni sənin axı summativdə yüksək nəticə əldə etməyin də elə formativdən asılıdır. Ona görə də biz bunu mütləq bilməliyik. Cavab burada olacaq A variantı. Davam edirik. Şagird dərslərində fəal və məsuliyyətlidir, lakin digər yoldaşları suallara cavab verə bilmədikdə onları qınayır, lağa qoyur. Bu situasiyanı düzəltmək üçün müəllimin atacağı hansı addım daha səmərəli ola bilər? Yəni bizə ən uyğun cavabı lazımdır. Baxırıq burada valideynlə danışmalı və onun öhdəliyinə buraxmalıdır. Nə əlaqəsi var? Ümumiyyətlə belə halları görməzdən gəlməlidir. Xeyr, qəti şəkildə. Şagird qrup rəhbəri təyin edib sual-cavabda əsas olan iştirakçının şərait yaratmalıyıq. Xeyr. Müəllim şagirdi akademik mentor, köməkçi kimi təyin edə bilər və nəticədə həmin şagird zəif şagirdlərlə işləyərək SEO-yə, yəni sosial-emosional öyrənməyə görə empatiya hissi qazanmış olacaq. Düzgün cavabımız təbii ki, D variantıdır. Şagirdlər müxtəlif xalqların mədəniyyətini, həyat tərzini dərin mənbələr əsasında tədqiq edir və debata hazırlaşır. Debat varsa, yenə də deyirəm, dəyərləndirmək mərhələsidir. C variantı, yəni başqa şeydən danışmağın mənası yoxdur. Davam edirik 9-cu sualda. Ərik bağlarında bir çox ağac üzərində meyvə gətirdiyi halda qəfil solmağa başlar. Şagird digər ağacları xilas etmək üçün araşdırma aparır. Burada məsələ nədir?
Deməli, ağaclar qəfil solmağa başlayırlar. Uşaq araşdırma aparır. Yəni, analiz eləyəcək ki, digər ağaclar belə, bu ağac belə, niyə belədir, bunun səbəbi. Və bu, görürsüz, təhlil eləməkdir də. Yəni, analiz eləyir ki, niyə digər ağaclar solmadı, bu ağac soldu. Burada insan beynini işə salır və fikirləşir, analiz eləyir, götür-qoy eləyir ki, bu səbəbi nədir? Ona görə düzgün cavab təhlil etmək mərhələsi olacaq. 10-cu, 11-ci sual, burada sual səhv olub. Tapşırıq əşyaları şəxsləndirərək onların dilindən esse yazın. Şagirdlər isə bu tapşırığı yerinə yetirə bilmir və sadəcə əşyaların xüsusiyyətlərini qeyd edirlər. Müəllim şagirdlərin şəxsləndirmə bacarığını inkişaf etdirmək üçün nə etməlidir? Variantlar olmasa da düzgün cavabda müxtəlif baxış bucaqlarının formalaşdırılmasına dair tapşırıqların verilməsi lazımdır. Çünki müxtəlif baxış bucaqlarının olması şəxsləndirmə qabiliyyətinin də formalaşmasına təkan verəcəkdir. 12-ci suala baxırıq yoldaşlar. Şagirdlərə məktəbin tavanı üçün trapesiya formasında günəş paneli hazırlamaq tapşırılır. Yəni gördüyünüz kimi trapesiya formasında və günəş panelindən söhbət gedir. Burada riyaziyyat var, fizika var. Düzdürmü? Deməli, burada söhbət nədən gedir? Yəqin ki, coğrafiyaya aid olan bir sual olub. Bu fənlər arası inteqrasiyadır. Davam edirik 13-cü sualına. Sponsor sizə layihə hazırlamaq tapşırıb. Siz o layihəni qarşı tərəfi inandıraraq elə təqdim edin ki, sizə maliyyə ayırsın. Yenə də inandırmaq qabiliyyəti, yenə debat, yenə dəyərləndirmək. Cavabımız 13-də C variantı olacaq. 14-cü suala baxırıq. Müəllim şagirdlərə su dövranını izah edir. Şagirdlərdən biri deyir ki, əgər istifadə olunan su təkrar təbiətə qayıdırsa, o zaman biz ümumiyyətlə niyə su qıtlığından danışırıq? Deməli, su qıtlığı deyə bir şey yoxdur, deyə fikrini tamamlayır. Müəllim şagirdə necə yanaşmalıdır ki, şagird öz fikrinin yanlış olduğunu bilsin. Burada hazır şəkildə deməyin mənası yoxdur. Şagirdin özünün o nəticəyə gəlməyini təmin etməliyik. Ona görə də su qıtlığı ilə su dövranı arasındakı əlaqəni izah edən təqdimat hazırlamağı tapşıra bilərik. Bu əsnada uşaq özü o qənaətə gələcəkdir ki, burada fərqlilik nədir? 15-ci suala baxırıq. Xarici dil üzrə tapşırıq. Müəllim şagirdlərə tanış olduqları mövzu ilə bağlı araşdırma aparıb təqdimat hazırlamağı tapşırır. Şagirdlər bu zaman tarixi faktlara əsaslanaraq təqdimat hazırlamalıdırlar. Şagirdlər araşdıraraq, müxtəlif materialları oxuyaraq, videoçarxlar izləyərək təqdimat hazırlamalıdırlar. Hansı inteqrasiyadan istifadə olunub? Gördüyünüz kimi xarici dil var, tarix fənni var, təqdimat informatika fənni var, lap yaxşı. Bu oldu fənlər arası. Materialları oxumaq var, videoçarx izləmək var. Oxumaq oxu bacarığıdır. Videoçarx izləmək dinləmədir. Dinləmə birinci məzmun xəttidir, oxu ikinci məzmun xəttidir, düzdür? Hələ bir də təqdimat hazırlamalıdırlar. Bu da dördüncü məzmun xəttidir. Deməli, burada nə var? Məzmun xəttləri arası inteqrasiya, yəni üfüqi inteqrasiya. Cavab nə olacaq? Fən daxili və fənlər arası. Y Fəndaxili fənlər arası Y variantı. Bu D-ni yəqin ki, səhv yazmışam, ona görə 2 dənə düşüb. Ona üzürlü sayın fikir verməyin. 15-ci suala baxırıq. 15-ci sualda yazıcı interaktiv təlimə aid olmayan fikirləri seçin. Həyati bacarıq formalaşır, təbii. Müəllim mərkəzli xeyir. Müəllim təlimat verməlidir. Rəqabətə əsaslanan xeyir. Tənqidi düşüncə formalaşır, düzdür. Effektiv mühit yaranır, düzdür. Mühazirə tipli metod təşkil olunur, xeyr. Deməli, bizim düzgün cavabımız təbii ki, bunların içərisində elə 2, 3, 4, 7 olacaqdır. 16-cı suala baxırıq. 16-cı sualda isə bildirir ki, formativ qiymətləndirməyə aid olmayan fikirləri seçin. Şagirdə olduğu yerdən hədəfə aparır, düzdür. Hər bölmənin əvvəlində aparılmalıdır. Bu diaqnostika aiddir, səhvdir. Gələcək yönümlü olmalıdır, düzdür. Davamlı inkişafı təmin etməlidir, düzdür. Təlim nəticəsinə uyğunluq təşkil etməlidir, düzdür. Təlim nailiyyətinin irəliləyişi izləməlidir, düzdür. Şagirdə müsbət təsir göstərməlidir, düzdür. Nailiyyətin statistika aparılmasıdır, səhvdir. Deməli oldu 2-8, 2-8B variantı. 17-ci suala baxırıq. Effektiv əks əlaqə nədir? Effektiv əks əlaqə ümumiyyətlə şagird fəaliyyətini nəzərdə saxlayan mexanizm yox, formativdir ümumiyyətlə. Şagird nailiyyətinin yekun təsviridir, xeyr, bu summativ aiddir. Şagird inkişafına istiqamət verən prosesdir. Bəli, rəyin əsas funksiyası istiqamət verməkdir. Cavab C variantıdır. 18-ci suala baxırıq. Müəllim şagirdlərə layihə üzərində qrup işi verir. Qruplardan bir çox yaxşı nəticələr göstərir, ancaq məlum olur ki, qruplar şagirdlərdən yalnız birisi aşıb, digərləri heç nə etməyib. Müəllim bu vəziyyətdə hansı tədbiri görməlidir? Baxayıq.
Özünü qiymətləndirmə üstünlüyü verməlidir, yox. Müəllim mərkəzi təlimdən istifadə etməlidir, yox. Müəllim ev tapşırıq sayını artırmalıdır, yox. Fərdi işə əhəmiyyət vermək, yox. Müəllim şagirdlərə tapşırmalıdır ki, gündəlik hər bir komanda üzvü gördüyü işin hesabatını yazıb təqdim etsin. Okey, bu əla. Müəllim şagirdləri komanda fəaliyyət şəklində fəaliyyət göstərməyə cəlb etməlidir, əla. Cavab olacaq 5, 6, Y variantı. 19-cu suala baxırıq. Qrup işinə aid olan situasiyanı müəyyən edin. Bax, ay, fərd daxili intellekt formalaşır. Xeyr, bu fərdi işə aiddir. Əməkdaşlıq inkişaf edir, düzdür. Fərdi əks əlaqə formalaşır, yox. Öz inkişaf dinamikası, ünsiyyət formalaşır, düzdür. Şagird sayının çoxalması çətinlik yaradır, yox. Cavab olacaq 2, 5, A variantı. 20-ci suala baxırıq. Bir şagird dərsdə səs salırsa, müəllim hansı davranışı davam? Əslən biz gözlənti səsləndiririk. Cavablara baxaq. Dərsi saxlayıb, bütün sinifi cəzalandırmaq yox. Şagirdi dərsdən çıxarmaq, valideyni çağırmaq yox. Səsini qaldıraraq şagirdə qışqırmaq yox. Sanki heç nə olmayıb, reaksiyasız qalmaq yox. Gözləntiləri səsləndirmək və qaydalara uyğun davranışı xatırlatmaq, bəli. Ümumiyyətlə, yadınızda saxlayın ki, biz gözlənti, prosedur, qaydanı ona görə qoyuruq ki, sinifdə pozuntu olmasın. Vaxt itkisi olmasın, şagirdlərin diqqəti yayınmasın, dərs mühiti xoşagələn olsun. Yəni, dərs pozulmasın. Mən icmalımı necə yazmışamsa, ona uyğun şəkildə qurun. Təsəvvür eləyin, məsələn, motivasiya qurmusunuz, nəysə, dərs pozuldu. Uşaqlara təzədən deməyəcəksiniz ki, uşaqlar, bağışlayın, alınmadı, gəlin bir də sizə motivasiya qurun. Və yaxud dərsi izah edirsən, tam uşaq dərsi başa düşəcəksən, dərsdə pozuntu yaranır. Təzədən, ay da, bağışlayın, nə olar, gəlin bir də mən sizə izah edeyim. Bizim nə belə bir vaxtımız yoxdur. Nə də ki, bu uşaq oyuncağı deyil də. Zaten biz ona görə bunları qoyuruq ki, pozulmasın. Biri də dərs alırsa, gözlənti səsləndirmək lazımdır. 21-ci suala baxırıq. Doğru fikri müəyyənləşdirin. Məktəb daxilində hər hansı bir hadisə baş verdikdə dərhal valideynlərlə əlaqə saxlanılmalıdır. Xeyr. Qayda sayının çox olmasa sinifin maksimum dərəcədə səmərəli. Xeyr, 3-5 arası olsun, yadda qalan olsun. Ramkaya vurun, asın, uşaqlar görsünlər, negativ sözdən istifadə etməyin. Səmərəli öyrənmə mühitinin qurulması sinif qaydalarının olmasından asılıdır, heç dəxlisi yoxdur. Təlimin düzgün şəkildə aparılması üçün qayda və prosedurlar önəmli deyil. Onlar yalnız nizam-intizamı tənzimləyir. Xeyr, qayda prosedur olmasa, dərsdə pozuntu olsa, təlim nəticəsi onsuz da formalaşdırıla bilməz. Ki, zaten bu dərsi düzgün qavramamamıza xidmət etmək üçündür, yəni başqa şey üçün deyil. Sonra buzqıran strategiyalarından istifadə sinifin effektiv idarə edilməsində məqsədə uyğundur. Tamam, düz deyir. Qaydaların tərtib olunmasında şagirdlərin də iştirakını təmin etmək tövsiyə olunur. Bəli, çünki onda daha məsuliyyətli olurlar yerinə yetirməyə. Deməli, buzqıran strategiyası, bayaqlara da dedim, yəni orada müəllim şagirdləri, şagird müəllimləri, şagirdlər bir-birlərini tanıyırlar. İstər-istəməz orada konfliktlərin olması, anlaşmazlıqların olması, bullyingin olması, utancaqlıq falan bunları aradan qaldırır. Qaydalar da bilirsiniz ki, şagirdlərlə bir yerdə hazırlanmalıdır. Çünki biz burada şagird yönümlü mühitdən danışırıq, şagirdlərə şəxsiyyət kimi yanaşırıq. Bizim dərdimiz onları cəzalandırmaq deyil, onlarda düzgün demokratik mühitdə dərsi təmin etməkdir. Ona görə düzgün cavab elə 6 ilə 7-dir də. B variantı. Yenə burada biz lağa qoyulan şagird var. Şagird dərslərində fəal və məsuliyyətlidir, lakin digər yoldaşları o suallara cavab verə bilmədikdə onu qınayır, lağa qoyur və aqressiv yanaşaraq ələ sarırlar. Müəllim bu situasiyanı düzəltmək üçün hansı addım atması daha səmərəlidir? Baxay. Müzakirələri planlaşdırarkən mövzunu ən zəif şagirdlərin səviyyəsini nəzərə... Xeyr, bu ən zəif şagirdləri nəzərə almaq düzgün yanaşma deyil. Biz orada bərabər imkanları nəzərə almalıyıq. Həm zəif, həm güclü suallar hazırlanmalı. Zəifə zəif, güclüyə güclü sual verməliyik. Bu yanaşma düzgün yanaşma deyil. Müzakirə zamanı şagirdlərin irəli sürdükləri fikirlərin dəyərləndirilməsi aparılmalıdır. Müəllim şagirdlərə qarşı aşağı gözlənti nümayiş etdirməlidir. Niyə aşağı gözlənti, yuxarı gözlənti olsun da? Buzqıran strategiyasından istifadə edərək şagirdlər arasında empatiya hissi ən qəşənci, ən gözəli empatiya hissi formalaşdır. Heç kim heç kimə lağ eləmək məcburiyyətində deyil, bilmir, lap yaxşı. Çünki biz zaten səhvlərə qarşı tolerantlıq, dözümlülük və eyni zamanda səhvlər öyrənmənin bir vasitəsidir. Uşaq səhv eləyəndə bilməlidir ki, onun arxasında duran müəllimi və dostları var. 4 düzgün cavabdır həqiqətən.
Şagirdi görməzdən gəlməlidir. Xeyr, niyə görməzdən gəlim? Şagirdə akademik mentor köməkçi kimi təyin etməlidir. Bəli, öyrəndiyini öyrət. Edgar Deylə görə bu çox gözəl qavrama xüsusiyyətidir. Çoxlu tapşırıq verməlidir. Xeyr, CEO-ya görə həmin şagirdi zəif şagirdlərlə işləş, empatiya hissi qazandırmalıdır. Bəli. Deməli 4, 6, 8, 4, 6, 8. C variantı. Bu da bizim sonuncu testimiz 22 sual və 20 iyun sertifikasiya suallarıdır. Ümid edirəm sizlər üçün də aydın olmuşdur. Təbii hər hansı bir problem yaranarsa əlaqə saxlaya bilərsiniz. Diqqətiniz üçün təşəkkürlər.